Salam, əziz və dəyərli MHM izləyiciləri, mən ingilis dili müəlliminiz Şinarə Talıbova. Bugün sizlərə 28 dekabr 11-ci sinif OTK esse sualını təqdim edəcəm. Həmçinin qeyd etdim ki, dərslərimə qoşulmaqla siz də açıq suallardan tam bal almaq şansını əldə edə bilərsiniz. İlk dərslərimiz bütün fənlərdən sınaq məqsədi ilə ödənişsizdir. Keçək bugünkü OTK sualına. Which of the well-known Azerbaijani figures such as writers, artists or scientists would you like to write about? Burada deyir ki, Azərbaycanın məşhur fiqurlarından, yazıçılarından, alimlərindən, rəssamlarından kim haqqında yazmaq istəyərdiniz? Yəni, would you like? Xahiş, məsləhət, təklif bildirir və eyni ilə sual cümləsinin cavabını da I would like ilə qaytaracağıq. I would like to write about Mirzə Fətəli Axundov. Mən Mirzə Fətəli Axundov haqqında yazmaq istəyərdim və cümləyə əlavə verirəm. Siz də verə bilərsiniz. One of the most famous Azerbaijani writers and singers. Və burada deyirəm ki, Azərbaycanın məşhur yazıçılarından, mütəfəkkirlərindən biri. Daha sonra onun Azərbaycan ədəbiyyatının inkişafında mühüm rol oynadığını vurğulayıram və fikrimi əsaslandırıram. His works are still popular today. Onun əsərləri bugün hələ də məşhurdur. Because they discuss social problems and human values. Çünki onun əsərlərində sosial problemlərdən, bəşəri dəyərlərdən bəhs olunur. Və daha sonra deyirəm, I admire him because mən ona pərəstiş edirəm, onu xoşlayıram. He influenced both literature and education in Azerbaijan. O, Azərbaycanda ədəbiyyata və təhsilə müsbət mənada deməli təsir göstərmişdir. Baxın, bu formada esse yazarsınızsa tam bal ala bilərsiniz. Dərslərimizə qeydiyyatdan keçərək siz də imtahana qədər bol-bol iki sözü sinonimini dəyiş və sərbəst esse yaz məşqləri edə bilərsiniz və imtahana tam güvənli şəkildə, özünüzdən əmin şəkildə gedə bilərsiniz. Sağ olun əziz abituriyentlər.